Kızım, Ağzınız şirin olsun ana. Allah can sağ versin. nə ağıllı qızsan. Heç nə edəcək almaq. Düz eləyirsən. Belə də get. Yoldaşı bəş tut, vəssalam. Heç kimə qulaq Azadlık asma. alem korumak lazım. Ay Allah, işkence verirsiniz bana sizde. Hayır niye? Aç diyemem. Beynim çalışır. Ha böyle de geçmedi. Hə, ailəni bəş tut, bir şey Ay yaxşı ama olan da sən də belələrinin axırı yoxdur da. Biz sən də ağıllı qızsan. Sən Aileye çox ağıllı müdaxilə qızsan. edənlər olur. Ailədə problemi yaratmaq istəyənlər olur. Mən ailəmi qorumaq istəyirəm. Heç kimə qulaq O asma. getsin sənə şeytani hərəkətlər eləsin. Bir-birini Bu bəş eləyən, sabahda bir də gördün evində. Nedir ana? Sen hem şey yanındasın, hem şey eşidirəm səsin kulağımdan düşmüyor. Bir-birini bəş tut, heç kimə qulaq asmayın. Heç kimə qulaq asmayın. Burada baxıl adamlar çoxdur. Ailə dağıdanlar çox o qədər olub ki, bəş tutur bir-birini. Ona görə mən də başsız qadın olmuşam, yetimdarlığına görmüşəm, zülmünə, əzabına tək başına. Allah heç bir evi kişisiz qoymasın. Heç bir evi də qadınsız qoymasın. Bir-birinizi bəş tutun. Uşağı da öp ağzından. Allah sizi qorusun. Bir kurs sən, Aytac qızım, sən narkozdan sonra belə əsəbi olmuşsan. Bir kurs sən müalicə götür mənim balam. Bir kurs. Çox düzələcəksən. Bəli. Öpürəm sizi. Sən özün də Hüseyn. Özünə fikir ver. Öpürəm sizi. Sağ ol. Ay anasıyla insan sevdiğini qısqanar da. Sağ ol qızım, sağ ol. Göstərsəni, göstərmə də mən xahiş edirəm. Əsəbləşirəm ya Allah haqqı. Salam Özünü akşam. gör. Akşamınız xeyir olsun. Necəsiz Hüseyin oğlum? Yavaş yavaş inşallah yaxşı olun. Siz necəsiz? Çox sağ olun. Amma görürəm necəsiz. Sadəcə bir doktor kimi bilmək istəyirəm ki, sizin hardasa əgərləri bir həkim kimi probleminiz var. Alo. Siz nə həkimisiniz canım? Nə həkimidir Hüseyin? Bir danışmıyor. Alo. Amma nə həkimisiniz? Doktor Rəsimə xanım, haralısınız? Ha internete gidip yazık geldi anlaya. Zengin. Ha. Merdivası şimdi atlıyor onu bence. Yəqin interneti gedib ya, sənin internetindən. Sevgili Nə həkimi deyil Hüseyin? nerede bağırsak? Səndə də problem var elə. Şimdi çıkardınız değil mi şeyleri? Kim çıxardırır? Sen elinsen de aşağı. Valla mən elə. Allah haqqı eləmirəm. Azra Rəsimə xanım qoşur, bana qoşur. Yaşıt deyil. Mən boynuma niyə atırsan ki? Salam buyurun doktor buyurun. Axşamınız xeyir təkrar. Xeyr, mən də Adres bağırsa. yerine ne kız? Madreda Hüseyin Aşağı. Ay Hüseyin oğlum, bir dəqiqə mənə qulaq as. Əgərləri Buyurun doktor buyurun buyurun. planlamasın, qurban sənə. Siz gəncsiniz, bildiniz. Yəni gəncləri biz başa düşmək lazımdır ki, yəni sizə bir yollar göstərir. Əgər sizin ehtiyacınız varsa, əgər ehtiyac yoxdursa mən burada susaram, bir söz demərəm. Allah'a ihtiyaç var. Var. Can, En çok buna ihtiyaç var. Sonra da bana. Hüseyin. Hüseynin öz adı o qədər belə zəhimli addır ki, yəni hamımız deyirik ki, ya İmam Hüseyin, düzdürmü? Hamımız ona yəni səcdə eləyirik. Ona görə ki, mən Hüseynin xətrini çox istəyirəm. Hüseyni həmişə izləmişəm. Sadəcə bir dəfə istəmişəm ki, Hüseyin oğlum, səninlə bir görüşmək istəyirəm, bir söhbət eləmək istəyirəm, bir nəysə yəni ki, balacı da olsa bir yardım eləmək istəyirəm, amma yenə də görmüşəm efirlərdə, demişəm Allah yolunu açıq eləsin. İnşallah qismət olar, görüşərik, söz yox. Allah balanı da sənin üçün mimudaq eləsin, ailəni də. Bu seçim sənin öz seçimin olub, seçmisən bu ailəni qorumaq. Amma yenə deyirəm qurban sənə bir ana kimi. Hər dəfə bağrım yarılır ki, yəni ki sən uşaq evində böyümüsən, belə olmusan, kimsəsizlik olub, heç kimin yoxdur, ata ortaqda olarlar, ya durmuyor. Mənim ürəyim yanıb. Həmişə çox istəmişəm səni, həddindən artıq. Dacı mən Azərbaycanda olsaydım, sənə toyuğa sürpriz elib gələrdim. Çünki mən zamanında Zaur müəllimlə, Zaur bəy Baxşəliyevlə danışmışam. Bir xəstə vardı, mən özüm Madrid hospitalda çalışan bir həkim olmuşam. O vaxt bir xəstəyə ki, mənim fizioterapevt həkim göndərmək istədilər. O xəstə ağır olduğuna görə mən götürmədim. Orada da o iş bitdi qaldı. Yəni ki, o ATV kanal da mənə doğmadı. Yəni Azərbaycan kanalıdır. Yəni özgə yer deyil, yaxın yerdir.
Ona görə ki, hər zaman istəmişəm sənə dəstək olum. İndi də bax, görüntülü də olsa, canlı da olsa, səsim də canlansa, Allah paylaşsa da hər zaman sənə dəstəyəm. Çünki sən qəlbin yaralıdır. Bildin? Yaralısan da, yaralısan. Sən ailən də səni başa düşmək lazımdır. Ailə qurmaq nədir? Ailə ki qurdun, həmin insanın anası da olsa, ailə yenə ona kişiyə ana sayılır, bacı sayılır. Hər şey dəstək sayılır. Ola bilsin qızımız da gənc. İndi Nazor kim? Nazor sayılır indi. Nazor. Yeni kart artık bu desteği. Ha biraz Kim yazır? biraz evvel burada her şey bir söz değil mi? Biraz evvel Mavi Deniz zenginlemişti. Dedi ne olur olsun. Çıkart pul ayında ya mavi de camadan ailesi takılı pul 500 manat verir. Bir de göre de hekim ne deyir de Allah kömüyoruz gönüllülük sözler deyir. Ne diyeyim yokuz var gel şuna düşsün bizi. Yoktu da var vermeli. Mavi Deniz De Allah gözü boşa alimenti puluna vereceğim. Ben aliment istemişim senden. Ben aliment satış istemiyorum. Seninle boşanan var. Tamam. Allah eləməsin. Allah eləməsin. O günlərə heç vaxt yəni çatmayasınız. Bərabər ailə ilə birgə evladınızı böyüdəsiniz. Çünki o yetimçilik Mavi de. Özü de düşünmüyor ki ailem dağılır değil mi mavi deniz? Bunu düşünmeleri dağılır da bize mahalleler. Salam, axşamınız xeyir. Salam ana, salam. Necəsiz Hüseyin bəy, nə var, nə yox? Yavaş ol, yaxşı olun. Siz nə tərsiniz, necəsiz? Hüseyin bəy, mənim üçün ən dəyərli adı Hüseyin qardaşımın adıdır. Həqiqətən sizi verilişdə də belə görmüşəm, canlıdan belə şifalı olaraq tanıyıram. Çox istəyərəm ki, siz mehriban olasınız. Ayşat da çox belə güclü görsənməyə çalışsa da zəif qadındır. Sizi sevir, qısqanır. Hər zaman insana dəyər verirsənsə qısqanır. Amma çox xahiş edirəm. Siz özünüz, mən 3 balam var, onlar da atasızdır. Allah için. Yəni, uşaq yetim qalanda çox pis olur da. Düz deyirlər, atadan yetim qalmır, anadan yetim qalır. Amma Elə atadan yetim qalır, yox, atadan yetim qalır. qarasın. Amma uşaq... Ana qazanmır ki, ata qazan gətirir. Vallahi qazanan analar da var. Sənə danışsın. Qazanan analar da var. Uşaq quşdur. Onun bir qanadı atadır, bir qanadı anadır. Onun biri olmayanda o uşaq çox belə aciz qalır. Yəni onu bir yaşamış qadın kimi mən... Həkimin niyə çıxardınız? Həkimin sözünü ayağımcı qaldı, üzünü çaldı, doktor. Həkim niyə çıxartdılar? Çox xahiş edirəm. Mehriban olun, dəyərlisiz. Allah həmişə mehriban eləsin. Ayşat xanımı da, səni də. Çalışın, ailə gözəl şeydir, həqiqətən. Valla, boşanmaq nə var? 2 dəqiqənin içində boşanarsan da, ailə həyatda qurarsan. Amma insanın o sonradan, o deyir, çıxan gün insanı isitmir. Həqiqətən isitmir, ha. Yəni, düz deyil, nəyəsə də görə özü də bədbəxt eləmək lazımdır. Amma istər sənin balan var, gül kimi balan var, maşallah olsun. O baladan ötürü nə qədər zülm çəkərlər var. Yaz özdən de, özdən yaz. Ona görə də çalışın Ayşat, bir böyük bacı kimi məndən balacasan. Şeyin də bəlkə də balaca olar, dəqiq bilmirəm, amma məndən balacasan. Həyatı dağılmış bir insan kimi heç vaxt istəmərəm ki, heç bir qadının ailəsi dağılsın. Yəni, bir-birinizi yola verməyi bacarır. Can, təşəkkür edirəm, anam, təşəkkür edirəm. Çəlim özgəri. Yo, onu demək. Bu da yekdi. Yəqin tutur atır. Yəni TikTok özatı da. Zaten bir tutur atır. Allah haqqı mən atmıram. Allahın dostu mən atmıram. Yəni mən boynumu atmam. Bu mənim şəxsi kart hesabımdır. Anamın 500 manat pulu var. Bəli, bəzən biznes akvalı, düzdür. 250 manat eviyəsinə verilməlidir. 550, 250, 800 manat pul var. Allah haqqı mən deyirəm. Yəni mən boynumu atmadım, yaxşı. Hörmətli, yox, doğrudan aşağı almır, yox, o nəticə atır. Mən atmıram. Yandan Hüseyin, mən boynumu atmıram. Sən mən deyirsən, sən yaxşı da mən göstərmə deyirəm.
Ay canım, ne qılım, ay canım, ay canım. Nə barışmaq, mən demişəm, küsmüşəm. Sadəcə mən ailəmi qorumağa çalışıram. Lazım gəlsə son da qoya bilərəm amma. Ve değişir kart koyuyor. Gördünüz bak siz de şahit. Bak izleyicisi bakarsınız görürsünüz. Ama gözden yalandan değer eylettirirler. Ay. Biz de bilmirik valla. Mavi dəniz yaman əsəbləşmişdi. Geri şeyini deyir. Hardan tapsın. Allah mən də o bir otaqdayım. Burada 2 nəfər yazdı ki May Məsumov. Kartımızı koyduk için. Bu mənim şəxsi kartımdır. Mən atından ampulunu verim də. Onsuz da gedirəm. Bir də baxım görüm necə kartımı. Azən Allah çıxaq bu nə kart deyən gedə maşını vur. Gedəcəyiz mən deyib hazırlamağım. Özüm başım təmizləməm mən də öyrəyim. Mən ürəyim demə. Günah məndə deyil. Sualə təsir Günah məndədir. Buna təsir eləməz ki. Günah məndədir. Günah məndədir ki, mən səni işi deyirəm. Nə deyirsən? Nə deyirsən? Heç nə. Nə deməkdir? Heç nə gəlməyib. Xeyr, gəlməyib. Yalan danışmayın. Bu da mənim kartımdır. Mavi dənizin 500 manatını verməliyik. 200 vermişik, 500 biraz əvvəldən gəlmişik. Şeyinə deyin, hardan tapır tapsın. Döz, kaprizliyim, əsəbiyəm, beylim çönüb. Öyleyim yazılar burada 2 nəfər yazıb 10 attım geldi. İndi baxıram bu deyiləm. Allah gibi mavi dənizin pulu düzələr. Yox, gəlməyib. 41, 69, 73, 88, 18, 16, 04, 46. Deyil bənim. Niye koşmalıyım? Ne için koşmalıyım? Bakın görün misafir isteğiyle. Hamısı tanınmağa gəldilər də. Ne kadar isteği var burada? Ümumilikdə 800 manat lazımdır. 250 ev yesinə verilməlidir. Bilən Oo. Bu 800 tutar mı? Ne kadar oldu saat? Yarım saat başlayacağız, canlaşmışık. bax. Belə bir var. Dur, telefonumu göstər. O da O da bir mal özünün topu oldu. Gel getiri kartı götür buradan sen aldı kalın da. Bu soğukta ne pul sən şimdi özün verərsən. Koymakla bir verilen söndüremi soğuktu ben. Xəstələndim desin öyleyim ki. Koymuyor, kart koymuyor. Sen Allah bırak kart koymuyor. Verərsən. Ev soğuk değil, mənə soğukdu, mənə. Gedirəm. Hara gedirsən?
Ev soğudursa kart koy. Ev soğudursa kart koy. Ev soğudursa kart koyanda ev sileni. Bu kız kozaldım seni. Ona göre bundan önce var ya çok sağ ol. Bazlık nədir? Kan azlığı olanda. Kart koy. Koyduk Nikoş. Bazlık nədir? Ne? Bazlık nədir? Neyse. Çok sağ ol. Şimdi buna vəfa aldırdın hiç olmuşsun bana. Çok sağ ol. Nə? Yaxşı olub bir aradan bayağı bir saat yaxşı olub işləşəm. Nə yaxşı olub dedim sən ki, bu şeylər yuyalım. İndi yadıma düşüyor bu papağı sənin düğünün ona göre aldım. Digərləri yadından çıxıb yəqin. Yadımı salmaya Eləmi sən çalışdım. də məndən bərabər narkoz olmusan. Oy 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 oy. 3 manat Dilarə xanımdan dəstək oldu, sağ olsun. Dilara xanım çok sağ olun. Teşekkür ederim. Ayda ölürəm, niyə ölürsən? Allah eləməsin, sən istəməyənlər olsun. Niyə ölürsən, ay bacı? Ölmək vaxtıdır, gecə vaxtı üzdüm. Bəli barışmışıq. Bəli barışdınız. Bəli şükür Allah şükür. Barışmışıq. Şiki başa. Ben niye bu oyundan çıkarırsan? Mən oyun çıxarmışam, yoxsa sən? Mən oyun çıxarmıram. Özümdən xəbərim var sənin. Falan şey. Babama göre ha. Ha? Özün də Rus saldatlarına oxşayırsan. Birazdan başlarına geleceğim. Hüseyin'in elinden. Biri de yazdım attım 5, biri de barıştı, biri de özlerini gösterdiler. Biz özümüze 5 yıl bundan yola göstermiştik. Ben özümü bir yıl önce tanıtmışım. 3 Haziran Dilarə xanımdan dəstək olmuşam. Hemen günü de Hemen günü 3 gün kara bulutlar çekilmedi Bakı'nın üzerinden. Yadıma Sen geldi bana o gün. itiraf elədiyin gün. Bulutlar gelmişti. Külək yapardan var. Bak. Külək nə tərəfdir? Hemen günde ben binanın altına yasım aldın yedirdim. Orada bir tane yukarıdan taş düşürdü başıma. Ben bir attım kabağa. Geç atsaydım taş ben başıma düşürdü. Hemen gittim. Görsən Allah məni nə qədər çox istəyir ki, sənin o daşın O üstündə. gün ben hemen taş benim başıma düşmeliydi. O daşı sənin üstündən götürüb. Hemen gün o taş benim başıma Səfərin düşmeliydi. ortasına ki, Ayşədə unutmayasan. Görsən Allah qoyub o daş düşsün. Çünki sən başına o daş düşsəydi, onda hara getmişdin Allah bilir. Tərsinə getmişdin. Həqiqət deyirəm ha. Tərsinə. Senin haberin yoktu düşüyor. O başı da olabilir ha. Olar. Nə daşı idi? Sarxan daşı idi. Sarxan daşı möhkəm olur. Çay daşı. Adı Sarxan daşı deyirlər ona, Sarxan. Bizim evimiz Sarxan daşından düşüb. Gedən də sağ göstərmişdim axı. O daşdan idi. Rəngi xal-xal. Ay sağ ol. Ay göstərmir. Mən sağ demirəm, göstərmir. Uşaq yanımdadır. Uşağımı niyə görmədilər bəziləri? Uşağı bütün gün gösteren sensin. Mən göstərmirəm, sən uşağı göstərmir. Daşın adı nə idi? Sarxan idi. Bilmem Serkan idi, Orhan idi. Onda bir dəfə də vuraram o daşı tapıb. Bir defa vuruldu. Adam başta bir defa düşürdü taş. Bir dəfə də düşsə bəlkə ağlı yerinə gələr. Adam başını taş bir defa düşür. Yox, onda ağıllıydı. Gəlib bir dəfə də vurasan ağlı yerinə gələr də, hə? Yemeği pişirir yemeği. Yemeğin söhbəti getmir burada. Tırtıq söhbəti gedir. Tuzluz nədir?
Dəhşətli. Arvalar, o nə sözdür? Təzə lüğətinə əlavə eləmirsən? Qırtıqlı yəni deyinmək. O dünənləri arvadları qoşmursan, o qeybət edən arvadları. Onların sözünü indi burada öz dilindən lüğətinə salmısan. O sözləri çıxar lüğətindən, yaraşmır sənə, yaraşdırmır sənə. O yaraşmır o sözlər sənə. Yox ha, imkan verəcəm, yığdırma şanellər həndavərində artisti edəcəklər. Mr. Paşa Dayter'in. Bak paşa. Yox, mən gözləyirəm sabahı. Sabah açılsın, xoruzlar banlasın, bu diniklər çalsın. Saat 5 tamam gəlsin, Xoşqədəm xanımın verilişi. Birbaşa. Ondan sonra gör nələr olacaq, nələr. Dünyanın sonudur, dünyanın sonu. Sən niyə məyil baxırsan ki? Yenidən vurulmuşsan? Aşık oldum, değil mi mənə? Nasıl teselli verir? Təsəlli deyil. Sən özüründə. Deyirəm ki, təsəlli. Ay, sən özündən xəbərim var. Ben xəstələnmişim. Ben ne vəziyyətim olub mənim? Ben ne olub mən vəziyyətimə? Xəstələnmək. Xəstələnmə. Necə vaxt tutdun? Allah haqqı əsəbimdən gülürəm. Ayşə, sən niyə bu gündəsən? Sənin rəngin niyə qaçdı birdən-birə? Yaxşılıqdır səndə. Mandalinin qabığını niyə qoyursan?